Bu həftə göy üzündə sanki bir talih xəritəsi yenidən cızılır. 19-25 yanvar tarixləri sadəcə təqvim dəyişikliyi deyil, bir çoxumuzun həyatında illərdir bağlı qalan qapıların açılışı olacaq. Həm cibimizə gələn bərəkət, həm qəlbimizə dolan sevgi, həm də ruhumuzun tapacağı o itmiş huzur haqqında hər şeyi bu videoda detallı danışacağıq. Əziz izləyicilər, rəy bölməsində bu kanala abunə olan və bizi daim izləyənlər üçün xüsusi bir enerji mesajı bərkitmişəm. Əgər siz də bizim ailənin bir üzvüsünüzsə, həmin mesajla tanış olun və bu həftənin uğur enerjisini öz bürcünüz üçün aktivləşdirin. Əgər hələ də abunə olmamısınızsa, ailəmizə qoşulun ki, bu özəl rituallardan kənarda qalmayasınız. İndi isə gəlin görək, ulduzlar sizin üçün nə hazırlayıb? Əqrəb. Əziz əqrəblər, həftəyə biraz daxili gərginliklə başlasanız da, ulduzlar sizin tərəfinizdədir. Yanvarın 21-nə qədər olan müddətdə köhnə bank işləri, borclar və ya unudulmuş ödənişlər gündəmə gələ bilər. Amma 23 yanvardan etibarən maddi sıxıntılarınızın qəfil həll olunduğunu görəcəksiniz. Sevgi həyatınızda isə o soyuq müharibə artıq bitir. Partnyorunuzla aranızdakı sükut dərindən anlaşılmağa yerini buraxacaq. Subay əqrəblər üçün keçmişdən gələn birinin səmimi etirafı bütün planlarınızı dəyişə bilər. Ruhunuz bir təmizlənmə dövründədir. İllərdir çiyninizdə daşıdığınız o ağır yükləri artıq atmaq vaxtıdır. Bağışlamaq qarşı tərəfi yox, məhz sizin ruhunuzu azad edəcək. Əziz əqrəblər, bilirəm, çətin günlərdən keçirsiniz. Rəylərdə bura bir ürək qoyun ki, nə qədər güclü olduğumuzu hər kəs görsün. Kimin dəstəyə ehtiyacı var? Qoç. Qoçlar üçün bu həftə ildırım sürəti həftəsidir. İş yerində və ya öz şəxsi biznesinizdə inanılmaz bir sıçrayış gözlənilir. Cümə günü alacağınız bir xəbər illik gəlir planlarınızı kökündən müsbətə doğru dəyişə bilər. Münasibətlərdə isə dinamika artır. Sevdiyiniz insanla yeni bir hədəfə addım atmaq üçün ideal zamandır. Daxili aləminizdə enerjiniz çox yüksəkdir, amma bu bəzən sizi əsəbi edə bilər. Çalışın, hər şeyi tək başına həll etməyə çalışmayın. Başqalarından kömək istəmək zəiflik deyil, əsl müdriklikdir. İcazə verin, yaxınlarınız sizə bu həftə dəstək olsunlar. Balıqlar və gəldik intuisiyası ilə kainatın dilini danışan balıqlara. Əziz balıqlar, bu həftə sizin üçün sanki bir sehirli çubuq toxunuşu kimidir. 19-25 yanvar tarixlərində illərdir əmək verdiyiniz, bəlkə də ümidinizi tamamilə kəsdiyiniz bir mənbədən qəfil pul girişi gözlənilir. Xüsusilə yanvarın 22-si və 23-ü tarixlərinə diqqət edin. Sevgi həyatınızda isə ruhsal bir bağın başlanğıcıdır. Sanki ruh əkizinizi nəhayət tapacaqsınız. Ruhunuzun yaraları sarılır. Özünüzə olan inamınız qayıdır. Xatırladım ki, abunəçilərimiz üçün rəy bölməsində xüsusi bir enerji kodlaşdırması hazırlamışam. Əgər hələ də abunə deyilsinizsə, indi tam zamanıdır. Şir. Şirlər, ulduzlar yenidən sizin üçün parlayır. Maaş artımı, vəzifə yüksəlişi və ya nüfuzlu birindən gələn böyük maddi dəstək. 20-22 Şir. Şirlər, ulduzlar yenidən sizin üçün parlayır. Maaş artımı, vəzifə yüksəlişi və ya nüfuzlu birindən gələn böyük maddi dəstək. 20-22 yanvar tarixləri sizin qızıl günlərinizdir. Diqqət mərkəzindəsiz. Subay şirlər üçün heyranlıq doğuran yeni bir tanışlıq ola bilər. Evli şirlər isə partnyorundan çox böyük bir jest və ya sürpriz görəcək. Daxili aləminizdə qürurunuz biraz sınağa çəkilə bilər. Unutmayın ki, həqiqi güc həm də zəif tərəflərini qəbul etməkdədir.
Uğurlarınızı bölüşməkdən qorxmayın. Əl açıqlığınız sizə daha çox bərəkət gətirəcək. Əkizlər, sizin pul müjdəniz tamamilə ünsiyyətinizlə bağlıdır. Yeni tanışdıqlar, iş görüşmələri bu həftə çox uğurlu keçəcək. Bir telefon zəngi maliyyə durumunuzu kökündən dəyişə bilər. Sevgi həyatınızda isə uzun müddətdir davam edən anlaşılmazlıqlar səmimi bir söhbətlə bitir. Sözlərin gücünə inanın. Bu həftə qarşı tərəfin qəlbinə gedən yol dürüst cümlələrdən keçir. Zehniniz biraz qarışıq ola bilər. Daxili sakitliyinizi qorumaq üçün bu həftə çox danışmaq yerinə daha dərindən dinləməkdən fayda görəcəksiniz. Dinləmək sənə bu həftə daha çox qapı açacaq. Buğa, zənginliyi və keyfiyyəti sevən buğalar. Ulduzlar bu həftə sizə həm bolluq, həm də sarsılmaz bir güvən vəd edir. Yanvarın 24-də ailədən gələn maddi dəstək və ya gözlənilməz bir miras xəbəri sizi çox sevindirə bilər. Münasibətlərdə sadiqlik ön plandadır. Partnyorunuzla gələcəyə dair çox ciddi qərarlar ala bilərsiniz. Subaylar üçün isə köklü və uzun müddətli bir eşqin təməli məhz bu həftə qoyula bilər. Daxili dünyanız huzurlu və rahatdır. Dəyişikliklərdən qorxmayın. Bəzən bir şeyi buraxmaq, daha yaxşısının gəlməsi üçün yer açmaq deməkdir. Tərəzi. Tərəzilər üçün maddi tərəzi nəhayət düzəlir. Ortaqlıqlardan və birgə layihələrdən gələn gəlirlər artacaq. Borcların bağlanması həftənin sonuna doğru sizi mənəvi olaraq da rahatlatacaq. Romantika həftəsidir. Elegantlığınız qarşı tərəfi yenidən sizə aşiq edəcək. Daxili aləminizdə ədalət hissiniz çox güclüdür. Kiməsə kömək etmək sizi mənəvi rahatlıq verəcək. Amma unutmayın, hamını məmnun etməyə çalışmayın. İlk növbədə öz qəlbinizin nə istədiyini soruşun və özünüzə vaxt ayırın. Oxatan. Oxatanlar, sərhədləri aşmağın vaxtıdır. Uzaq yollardan, bəlkə də xaricdən gözlədiyiniz o mühüm xəbər nəhayət gəlir. Beynəlxalq işlər və ya onlayn layihələrdən gələn gəlirlər bu həftə pik həddə çatacaq. Eşqdə azadlıq və yenilik axtarırsınız. Partnyorunuzla birlikdə planlayacağınız bir səyahət münasibətlərinizi canlandıracaq. Daxili aləminizdə həyata olan inamınız artır. Detallarda boğulmayın, böyük şəklə baxın. Ulduzlar sizin cəsarətinizi mükafatlandırmağa hazırlaşır. Qız, səbriniz nəhayət sınaqdan keçdi və qalib gəldiniz. Uzun müddətdir üzərində titizliklə çalışdığınız bir işin maddi mükafatını almaq vaxtıdır. Cümə axşamı sizin üçün pulla bağlı kritik və müsbət bir gündür. Sevgi həyatınızda sadəlikdə gizlənən xoşbəxtliyi kəşf edəcəksiniz. Partnyorunuzun sizə göstərdiyi diqqət ruhunuzu oxşayacaq. Özünüzə olan tənqidi artıq dayandırın. Nə qədər bacarıqlı və dəyərli olduğunuzun fərqinə varın. Mükəmməllik axtarışını bir kənara qoyub, anın gözəlliyini yaşamağa çalışın. Xərçəng. Xərçənglər üçün şans birbaşa evinizdən gəlir. Ailə mülkləri və ya daşınmaz əmlakla bağlı məsələlərin müsbət həlli ailə büdcənizdə ciddi bir artım yaradacaq. Evinizə bərəkət və bolluq gəlir. Şəfqət dolu günlərdir. Ailə qurmaq və ya səmimiyyəti artırmaq üçün ulduzlar sizi tam dəstəkləyir. Keçmişə dair bəzi xatirələr canlana bilər. Amma bu sizi kədərləndirməsin. Keçmişdə ilişib qalmayın. Çalışın indiki anın gözəlliyini yaşayın. Özünüzə bir güvən zonası yaradın və ruhunuzu dinləndirin. Oğlaq, sizin üçün bu həftə tam mənası ilə zəfər həftəsidir. Uzun müddətli hədəflərinizin maddi meyvəsini toplayırsınız. Sizi əsl pul fırtınası gözləyir. Münasibətdə ciddiyyət, gələcəyə dair planlar ön plandadır.
Sevdiyiniz insanla böyük maddi mənəvi təməllər qoya bilərsiniz. Özünüzə olan inamınız zirvədədir, amma o soyuqqanlı görüşünüzün altında yatan həssas qəlbi sevdiklərinizə göstərməkdən qorxmayın. Bəzən sadəcə sevmək və sevilmək hər şeydən daha önəmlidir. Dolça və nəhayət həftənin mütləq qalibi dolçalar. 19-25 yanvar tarixləri sizin üçün kainatın bir hədiyyəsidir. Sanki bütün planetlər sizin rifahınız üçün birləşib. Gözlənilməz gəlirlər hesabınızı dolduracaq. Möcüzəvi bir qarşılaşma və ya münasibətdə tamamilə yeni, işıqlı bir səhifə açılır. Ruhunuzun arzuladığı o huzur dolu sevgini yaşayacaqsınız. Sizin üçün bu həftə bir maqnit kimidir. Bütün gözəllikləri özünüzə çəkirsiniz. Ruhsal olaraq ən parlaq dövrünüzü yaşayırsınız. Bu möhtəşəm enerjini paylaşın ki, bolluq sizə daha çox qayıtsın. Ulduzlar həmişə bizə yol göstərir. Addımı isə biz atırıq. Bəs sizin üçün bu həftə ən vacib olan nədir? Daxili huzur və sağlamlıq, yoxsa böyük bir pul müjdəsi? Rəylərdə mütləq qeyd edin. Hamısını sevə-sevə oxuyacağam. Əgər bu cür videoların davamlı olmasını və ulduzların dilini bizimlə öyrənmək istəyirsinizsə, hələ də abunə olmamısınızsa, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Rəydəki özəl mesajımız sizi gözləyir. Gələn həftənin taleyində görüşənədək huzurla qalın.